Salam uşaqlar, hər vaxtınız xeyir. Mən EMAŞEM Tədris Mərkəzinin Azərbaycan dili müəllimi Yaqut Səfxanova. Biz bu gün sizlə məqsəd və intonasiyaya görə cümlə növləri haqqında danışırıq. Nədir məqsəd, intonasiyaya görə cümlə növləri? Uşaqlar, biz bilirik ki, biz dilimizdə, nitqimizdə müxtəlif cümlələrdən istifadə edirik. Bu cümlələr bəzən hər hansı bir hadisə, hər hansı bir iş haqqında məlumat vermək kimi olur. Bəzən nəyisə soruşub öyrənmək istəyirik. Bəzən nəsə haqqında nəsihət, məsləhət veririk. Bəzən isə yüksək emosional nitqimizdə nida cümlələrindən istifadə edirik. Gördünüz ki, məqsədlərimiz müxtəlif olduğu kimi, cümlənin növləri də müxtəlif cür qruplaşdırılır. Demək, uşaqlar, bu cümlələri qurmaqda bizim üçün əsas nədir? Əsas məqsəddir. Məqsədimiz olduqdan sonra biz intonasiyanı vasitə kimi istifadə edirik. Deməli, əsas bizdə olacaq məqsəd və bu məqsədi üzə çıxarmaqdan ötürü biz nə edirik? İntonasiyadan istifadə edirik. Vasitədir intonasiyada. Bura qədər yəqin ki, bizim üçün aydın oldu. Daha sonra, bəs nədir bu nəqli cümlə, sual cümləsi, əmr cümləsi və nida cümləsi? Uşaqlar, nəqli cümlədə biz əşya, hadisə, əlamət haqqında yalnız və yalnız məlumat vermək məqsədi ilə işlədirik. Adi bir tondan deyirik, gündəlik nitqimizdə istifadə edirik bu cümlələrdən. Yəni, belə deyək də, burada xəbərimiz həm hökm kimi, həm də hərəkətlə ifadə oluna bilər. Yəni, həm ismi, həm də feili xəbərli ola bilər. Məsələn, deyirəm, ilin qış aylarından biri idi. Adi bir məlumat verdim sizə. Və yaxud da deyirəm ki, bəlkə qar yağdı. Adi bir məlumat verdim, bir hökmdən, hərəkətdən istifadə etdim. Nəyəsə haqqında bir məlumat çatdırdım sizə. Bunlar həm ismi, həm feili xəbərli olur, görə bildiyiniz kimi. Deməli, biz burada feillərdən də, feilin təsriflənən formalarından, təsriflənməyən formalarına, yəni məsdər, feili sifətdən, eyni zamanda adlardan, yəni ismi xəbər kimi istifadə edə bilərik. Uşaqlar, bir dənə yadınızda saxlayın ki, nəqli cümlələrin xəbəri heç bir halda əmr şəklində ifadə oluna bilməz. Artıq o əmr şəklində ifadə olunursa, biz nəyə əmələ gətirmiş oluruq? Biz əmr cümləsinə əmələ gətirmiş oluruq. Biz dedik ki, nəqli cümlələrdə hər hansı bir əşya, hadisə, əlamət haqqında məlumat veririk. Bəs əmr cümləsi nədir? Əmr cümləsi tək əmr götürməyəcəksiniz. Bura yazaq. Məlumat. Məlumat verir. Daha sonra ismi və feili xəbərli olur. Və adi intonasiyada ola bilir. Bəs əmr cümləsi nədir uşaqlar? Əmr cümləsi əmr, istək, daha sonra nəsihət, məsləhət, Bax, bunların hər birini özündə əks elətdirə bilir. Bunlar hansı şəkildə olacaqlar? Yalnız və yalnız əmr şəklində olan əmr şəkli. Əmr şəklində olan feillərlə ifadə olunur. Məsələn, deyir, təbiəti qoru, insanları sev, ağacları sula. Bunların hər birində nə gördük? Biz əmr şəklində olan hər hansı bir feildən istifadə edə bilirik. Nəqli cümlədə olduğu kimi, əmr cümləsində sonunda nöqtə işarəsindən, eyni zamanda 3 nöqtə işarəsindən istifadə edə bilərəm. Yəni, həm nəqlidə, həm əmrdə nöqtə və 3 nöqtəni qoymaq məqbuldur. Yəni, bunlara bizə bu işarələrdən istifadə etməyimizə icazəmiz var. Bu aydın oldu. Daha sonra biz sual cümlələrindən istifadə edirik. Və sual cümlələri hansıdır? Sual cümlələri dedikdə nəyə başa düşürük? Bilirsiniz ki, gündəlik həyatımızda müxtəlif məlumat almaq istəyirik və yaxud da aldığımız məlumatları dəqiqləşdirmək istəyirik. Bundan ötürü müxtəlif suallar veririk. Müxtəlif sual cümlələri qururuq. Bunlar hansılar olacaqdır? Bir, biz məlumat vermək üçün, məlumat almaq üçün istifadə etdiyimiz məlumat almaq üçün. Bir də olacaqdır dəqiqləşdirmək üçün. Məlumatımızı dəqiqləşdirmək üçün. İndi deyəcəksiniz ki, müəllim, bunların fərqləri nədən ibarətdir? Yəni, məlumatı almaq, məlumatı dəqiqləşdirmək, bunlarda nəyi başa düşməliyik, nəyi anlamalıyıq? Məsələn, mən sizlə tanış oluram və deyirəm ki, Aysel, sənin neçə yaşın var? Ayselin yaşını bilmirəm mən. Deməli, Ayselin yaşını öyrənməkdən ötürü mən sual cümləsindən istifadə elədim. Yeni bir məlumat əldə elədim və yaxud da
Mən bu işin, yəni olub ola bilməyəcəyinin ehtimalındayam. Tutalım, belə bir nümunə göstərə bilərəm. Deyirəm ki, sən də sabah gedəcəksən. Siz cavab verirsiniz ki, bəli və yaxud da xeyr. Məktəbdən gəlirsən, bəli və yaxud da xeyr. Məlumat var əlimdə. Mən məktəbdən bu saatlarda məktəbdən gəldiyini fikirləşə bilirəm və onu sizin vasitənizlə dəqiqləşdirirəm. Məktəbdən gəlirsən, siz də deyirsiniz ki, hə və yaxud da yox, bəli və yaxud da xeyr. Demək, yeni bir məlumat almaq üçün də istifadə edə bilərəm, məlumatımı dəqiqləşdirmək üçün də istifadə edə bilərəm. Sonunda bildiyimiz kimi sual işarəsindən istifadə olunur. Uşaqlar, bəs deyərsiniz ki, müəllim, sual cümlələri nə ilə formalaşır? Biz əmr cümləsini dedik ki, əmr şəklində olur. Nəqli cümlə əmr şəklindən başqa digərlərindən ifadə olunur. Məlumat, hökm xarakterli cümlələrdir. Bəs sual cümləsində nələrdən istifadə edə bilərik? Birincisi, intonasiya. Yəni sual intonasiyası hər birində özünü göstərəcək. İkincisi, sual əvəzlikləri. Sual əvəzliklərini yəqin ki, tanıyırıq. Məsələn, nə vaxt, nə zaman, hansı, neçə, nə qədər, kim, nə, hara və s. Üçüncüsü isə sual ədatları. Bunlar hansıları idi uşaqlar? Bəs, məgər, yəni, mami, mumü. Məsələn, yəni bunu öyrənmək bu qədər çətindir. Bəs sən gəlmirsən? Deməli, burada sual ədatından istifadə elədim. Bəs bunların hər üçünün də istifadə olunduğu cümlələr ola bilər? Əlbəttə ki, olar. Bu cümlələrə isə biz kompleks sual cümlələri deyirik. Nə adlanır? Kompleks sual cümlələri. Deməli, hər üçündən istifadəni görə bilərik. Uşaqlar, mən bir də sizə sual əvəzlikləri haqqında bir məlumatı çatdırım. Sual əvəzlikləri bəzən cümlədə sual intonasiyası yaratmaya bilər. Bir qədər fərqli bir hissədir, fərqli bir detaldır bu. Bunu nəzərinizə çatdırım. Hansı halda ola bilər uşaqlar? Sual əvəzliyi sual intonasiyası yaratmasın. Yəni biz orada suallıq görməyək. Birinci halda o zaman ola bilər ki, tabeli cümlədə bağlayıcı söz kimi işlənib. Deməli, nə vaxt? Tabeli cümlədə bağlayıcı söz. Məsələn, deyirəm ki, hara istəyir, ora getsin. Gördünüz sual əvəzliyini? Amma mən artıq onu sual məqsədindən işlətməmişəm. Onu bağlayıcı söz kimi işlətmişəm. Burada artıq sual intonasiyası formalaşdırmayıb. Bir də ki, uşaqlar, əgər mən sual əvəzliyi işlənən hər hansı bir cümləyə hə, yox, bəli, xeyr, bu tipli söz cümlələrlə cavab verirəmsə, burada da sual intonasiyasından söhbət getmir. Yəni, sual əvəzliyi burada da sual intonasiyası yaratmır. Məsələn, deyirəm, uşaqların hara getdiyini bilirsən? Deyirsən, bəli, və yaxud da xeyr. Deyirsən, müəllim, burada hara işlənib, amma cümlənin yaranmasında haranın bir rolu yoxdur. Burada intonasiyanın rolu var. Deməli, burada cümləni yaradan vasitəni intonasiya göstərəcəksən. Sən artıq həmin məqamda deyə bilməzsən ki, hə, burada hara əvəzliyi sual əvəzliyidir. Sualı formalaşdırdı. Xeyr. Deməli, söz cümlə ilə cavab verdikdə bu zaman sual əvəzliyi, sual intonasiyası formalaşdırmır. Söz cümlə ilə cavab verdikdə. Aha, ikisinə də nümunə dedim. Məsələn, bir daha nümunələri təsdiqləyək, yazaq sizin üçün. Deyirəm, hara istəyirsən, ora get. Bir dənə buranı təmizləyim və qeyd edeyim o nümunələrimizi də. Siz də qeydlərinizi götürün. Məsələn, birinci dediyimə hara istəyirsən, get. Deməli, burada sual əvəzliyi, sual intonasiyası yaratmır. Çünki bağlayıcı sözdür. İkincidə deyirəm, nə dediyini anladın? Nə? Yox, nə dediyini yazmayaq, qısa bir məlumat yazaq, qısa bir cümlə yazaq. Məsələn, kimin gəldiyini gördün? Gördün. Siz də deyirsiniz, xeyr. Deməli, burada da mən deyirəm ki, buradakı kim sual əvəzliyi intonasiya yaratmayıb. Bəs intonasiyanı nə yaradıb müəllim desək? İntonasiyanı artıq burada yaradan sual intonasiyasının özüdür. Bağlayıcı orada bir rolda çıxış etməyib.
Bu da aydındır. Daha sonra keçək nida cümlələrinə. Uşaqlar, nida cümlələri cümlənin elə bir növüdür ki, mən arxasına nida işarəsi qoyub emosionallığımı artıra bilərəm. Yəni, bu cümlələrin hər birini nida cümləsinə asanlıqla çevirə bilərəm. Orada bir problemim yoxdur. Məsələn, nümunələrlə əsaslandıraq fikrimizi. Deyirəm ki, məsələn, yaşasın ana torpaq. Yaşasın ana vətən, yaşasın ana torpaq və s. şüar kimi səslənir də. Görürsünüz necə yüksək hisslə, intonasiya ilə mən onu səsləndirdim. Və yaxud da deyir, qorxdum, ay aman, yarıldı bağrım. Burada da hisslə, emosiya ilə səsləndiririk. Biz bunu harda görə bilərik uşaqlar? Biz bunu əsərlərin tərkibində görə bilərik. Biz bəzi hallarda bu cümlələrdən nitqimizdə belə istifadə edə bilərik. Yəni, yadınızda saxlayın, nida cümləsi bir nidaların köməyi ilə yaranır. Bir də ki, intonasiyanın köməyi ilə yaranır. Amma mən sizə bir məqamı da xatırladım. Harda nida gördük, gedib nida cümləsi götürə bilmərik. Biz testdə mütləq sonunda bu işarəni görməliyik. Bu işarəni görmüşüksə, aha, bu nida cümləsidir. Amma məsələn nida işlənib, amma mən işarəni görmürəm. Tutalım, yazır. Paho, o da gəldi. O da gəlir. Siz burada bu paho nidasını görüb deyə bilməzsiniz ki, nida cümləsidir. Cümlənin sonunda nöqtə olacaqdır özdə xəbər şəklində, olacaqdır bu nə? Nəqli cümlə. Yəni, bu məqamı heç vaxt qaçışdırmırıq. Harda nida gördük, qaçıb gedib. Nida götürə bilmərik onu. Bu məqamı aydın şəkildə yadımızda saxlayırıq. Ümid edirəm ki, bu hissə də yadımızda qaldı. Yəni, nida gördüyümüz halda biz hər bir birləşməyə nida cümləsi deyə bilmərik. Yəni, nidanın işlənməsi onun nida cümləsi olmağına gətirib çıxarmır. Yüksək emosiya olmalıdır, yüksək hisslər olmalıdır, hisslərlə, həyəcanlarla tələffüz olmalıdır və yazıda isə sonunda mütləq şəkildə nida işarəsi olmalıdır ki, ona nida deyək. Bəzən siz testlərdə belə işarələrlə də rastlaşacaqsınız. Uşaqlar, yadınızda saxlayın bu işarələri görəndə sonuncunun əsas rolu var. Yəni, belə olduqda bu, belə deyək də, suallığı güclü olan nida cümləsi. Amma sonda nidanı görmüşəm. Deməli, nə deyəcəm? Nida cümləsi. Bir də bu işarəni görəndə isə emosionallığı güclü olan sual cümləsi kimi bunu qeyd etməliyik. Bizə verilən proqram budur. Bizə kitabdan öyrəndiklərimiz budur. Və bunları da testlərdə tətbiq etməliyik. Ümid edirəm ki, hər bir şey sizin üçün aydın oldu. Sağ olun uşaqlar.